Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Bugün yenə də ənənəmizə uyğun olaraq həftəlik proqnozlarla qarşınızdayıq. 13-19 aprel aralığı, belə deyək ki, Qoç bürcünün sonuncu həftəsidir. Ümumi axara baxınca ötən həftə ilə müqayisədə qismən sabit bir, sakit beynəlxalq arenada sakit bir həftə olacaq. Ayrı-ayrı açıqlamalar, ittihamlar və iddialar proseslərə təsir eləmir deyə onları nəzərə almırıq. Bəzən qorxulu, dünyanı narahat edən açıqlamalar olur, amma mən daha çox fəaliyyət, əməli işlərdən danışıram. Planetar quruluşda elə bir hal yoxdur ki, haradasa ixtişaş, çevriliş yaxud da müharibə ehtimalı olsun. O baxımdan deyirəm sabitdir. Amma ayrı-ayrı fərdlərin belə deyim, yaşam tərzinə baxınca işgüzar aktivliyin çox artdığı bir dönəmdir. Böyük işlər qurmaq, təməl prinsiplərinə riayət eləmək, hətta o toy, nişan, evliliyin ilkin təməllərini atmaq üçün elçilik, nişan, hətta toy bu istiqamətdə çox önəmli bir həftədir. Yəni kimsə namizəddirsə, planlaşdırıbsa uğurlar olacaq. Elə biz də uğurlar arzulayırıq. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da belədir. Qoç bürcü. Başdan nəzərinizə çatdıraq ki, ixtiyarınızda olduqca məsuliyyətli bir həftə dayanıb. Belə ki, ayın 17-sinə qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Maddi sıxıntılarınızın azalacağını da bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Egoistlik tamamilə yersizdir. Boğa bürcü. Risk etməyə lüzum yoxdur. Çünki hazırki durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura nail olmaq absurddur. Amma ailə sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz də qaydasına düşəcək. Ayın 15-də bəzi sürprizlərlə rastlaşacaqsınız. Bu həftə səfərə çıxmasanız daha xeyirli bir dönəm yaşayarsınız. Əkizlər bürcü. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedikodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın. Hazırki yerinizdə daha çox lazımsınız çünki. Xərçəng bürcü. Ətrafınızda mövcud olan dırnaqarası deyək, səbəbsiz gərginlikdən narahat olmayın. Ən az ona görə ki, ixtiyarınızda olan bu həftə ərzində sizi narahat edən sahələrdə, istər qarşılıqlı münasibətlərdə, istər maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız bazar ertəsi xırda mübahisələriniz mümkündür ki, bunu da öncədən deyirik ki, qarşısını ala biləsiniz. Şir bürcü. İlk 3 günü, yəni 13, 14, 15 apreldən gedir söhbət. Həmin o 3 günü səbirlə başa vursanız, həftənin qalan günlərində hansısa xoşa gəlməzlik olmayacaq. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə əzmkarlığınızı artırmağınız kifayətdir. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın. Çalışın ki, başa düşüləsiniz. Ev mənzil təmirinə başlamaq üçün də yaxşı vaxtdır. Qız bürcü. Narahatçılığa heç bir əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Həftənin ortalarında fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə ayın sonuna qədər maddi durumunuza müsbət təkan verəcək. Şənbə-bazar günlərini daha çox evdə keçirməyə çalışın. Oturaq işlər məsləhətdir. Tərəzi bürcü. İşlərinizin normal getməsi, daha doğrusu işləriniz normal getsə də biraz bədbin ovqatdan çıxmağınız çətin olacaq. Çünki içəridən yaranır. Yəni kənardan sizə hansı o bədbinliyi, ruh düşkünlüyü verən yoxdur. Özünüz hadisələrə fərqli və zərərli yanaşırsınız deyə biraz o bədbinliyiniz artıb. Ona görə də bəzən mən belə olanda məsləhət görürəm ki, bir anlıq bir kənara çəkib, təcrid olunub, özünüzlə baş-başa qalıb bu cür sıxıntıları dəf edə bilərsiniz. Hətta təcrübəli adamlarla məsləhətləşmək də olar. Nə bilim, bəzən olur, mübarək yerlərə gedir insan, müqəddəs yerlərə. Orada o enerjisinin balansını təmin edirsiniz də bu yollardan birini seçərsiniz inşallah. Həm də problemlərinizin həllini həmişə dediyim kimi məmurlardan yox, Allahdan istəyin. Əqrəb bürcü.
Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu arada iş yerini dəyişmək fikrinə də düşməməlisiniz. Proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Həftənin ortalarında səhhətinizə də fikir verin. Oxatan bürcü. Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Belə deyək ki, həftənin ən varlı zodiak işarəsi də siz olacaqsınız. Azı 2 dəfə qazanmaq ehtimalınız var. Qida və yuxu rejiminizə fikir verin. Aldığınız təkliflərə isə razılıq verməyə bu həftə üçün tələsməyin. Oğlaq bürcü. Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın. 16-18 aprel aralığında yalan vədlər verməyin, yoxsa sonra başınız ağrıyacaq. Su tökən bürcü. Həftənin ilk günlərində, yəni 14-16 aprel aralığında planetlərin bürcünüzdəki negativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlar ola bilər. Köhnə mübahisələrə, yaratmaz tərəfdaşlarla haqq hesab çürütməyə tələsməyin. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın. Yəni, həftə ərzində üzərinizə düşən vəzifə, məsuliyyət budur. Balıqlar bürcü. Gərgin iş qrafikinə dözümsüzlüyünüz biraz problem yarada bilər. Əgər vaxtında ölçü götürüb özünüzə istirahət güşəsi arasanız, qalan məsələlərdə hər hansı bir ciddi probleminiz olmayacaq. Həftə ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək. 14-16 aprel aralığında şəxsi büdcənizdə müəyyən artımlar olmalıdır. Həmişə qoy pulunuz çox olsun. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.